Salam dostlar, ben Ümit. Bugün yeni bir videoyla karşınızdayım ve bugün yani eləyəcəyimiz amacımız bugün takım arkadaşlarımın, yani takım dostlarımın seçtiği karakteri seçeceğim. Ne diyebilirsiniz ki indi yanında takım dostun yoktur, yani ne demək istəyirsən? İndi mesela dostlar burada indi karakterine gireceğim ha. Yanında gelen takım arkadaşımın karakterini bir sonraki maçta kopyalayacağım. O zaman ilk maçımıza başlayırıq, amma ondan əvvəl belə içəriklər üçün əziyyət çəkirəm dostlar. Like atıp abone olmayı unutmayın. O zaman videomuza keçək. Dostlar bir Shadows begins. Aha Frank. Try some snake oil extract. There's the shadow. Ella. Try. Wow, like a tiny little baby. Another arena, another contest. Ve dostlar maçımız bitti. Bəli dostlar, Lumi seçmişəm. İndi maçlarımıza davam edirik. Bu arada dostlar bir şey özət keçəcəm. Bunu da özət keçmədən deyə bilmərəm. Dostlar məndə bir 7 karakteri falan yoxdur. Belə biraz bir az karakterim yoxdur məndə. Əgər masası dostumun yanında əgər məndə olmayan bir karakter gəlsə, eyni karakterinə davam edəcəm. Məsələn dostlar, məndə Nori yoxdur. Mən Lumi ilə bir sonraki maç davam edəcəm. Yəni dostlar, məni yargılamayın. Pulum yoxdur. Pul vurmuram oyuna. Pul vuran deyiləm. Ona görə el eləyən deyiləm. Ayrıca yollarla oynayacağıq oyunu. O zaman Bali. Gaga. Bu da geçti işine. O zaman geleceğiz. Yandan oraya aslan hamleyle öldürür. Gel ortaya gelek. 8 bit. 8 bit buralarda bir yerde bence dizem. Ben böyle aha burada. Nefes. Hele bir iki tane ben vurdum, hele getdi işine. Ve bu maçta dostlar təzədən oynayacaq. Onda təzədən mən maça girirəm. Sonraki maçta görüşərik. Dostlar yanıma Nita geldi ve 2 tane Nori falan var. İnşallah yanımızdaki takım dostumuz yaxşı oynayar. Çünkü dostlar bilirsiniz ki randomlar çok pis oynayır. O kadar da yani randomlar yerine çoğu adam takım arkadaşı oynuyor. Ama bu arada dostlar aslında oyunda takım arkadaşım yoktu diye bilmərəm. Çünkü bir tane dostum var. Özü Türk'tü. Şimdi belki de bu videonu izleyince ona salam diyeceğim ama bilmərəm kanalım. Onunla oynuyorum. Da gaga. Olmadı da. Ay. Dostlar o zaman tez Nita seçelim. O zaman Nita'mızı seçtik. Getdik. Dostlar yanımıza Chester gəlir. Rəqiblər də bayağı bir çətin rəqiblər var. Edgar, Chester, o bu. Ay. Hadi. Kaç. Üstüme gelme. Üstüme gelme. Yürü Yürü. Damşa dönmezdim zamanla. Ama birbirini yavaş Ay. Bazen bir internette zevkli bir adam bazen oynayabilir. Ay. Hayda.
Neyse. Onda dostlar ben Chester seçirəm. Chester'ı seçtim. Hə. Chester'ı seçtim. O zaman maçımıza təzədən girik. Dostlar yanımıza El Primo geldi. Clancy, Pearl. Burada Clancy'nin ne alaka? Clancy yani köhnə metadaşı kimi güclüdür. Dəhşət. Yüklər alıq. Adi yani yüklər yox. Meg öldü. Meg. Can. Gel bura. Bakın. Kind regards. Doing it for the walls. Bakın ben ne olur? Tamam doldurun. Doing it for the walls. Ayda can. Ayda öldürdüm canmaz idi. Tamam. Primo. Gidelim ha. Sen kalsan. Beyh mən takım arkadaşını. Qəşəng sərsemlətmə gələcək. Vur. Qəşəng. O zaman dostlar o zaman tez El Primo'ya kəsirik. O zaman maçımıza keçək. Dostlar yanımıza Tara gəlir. Babat rəqiblər var. Neyi var işte. Yanıma da Tara gəl. Bu arada dostlar o Tara'nın bu etkinlikdə çıxardığı kostüm məndə var. Bu arada dostlar siz kostümlərin bu etkinliklərin səsini çıxarmışsınız. Dostlar mən etkinliğin başında mən 2 dənə kostümü çıxarmışım. 2 dənə. Biri o Tikin kostümü, Tikoyaki, biri də Tara'nın kostümü, Tekno Tara. Dostlar mənim yan hesabımda Siber Shelly var, amma Siber Shelly'ni ana hesabıma istəyirəm, amma yox deyir. Brawl Pass'i saymıram, onsuz da mən Brawl Pass falan almıram, elə şeylər eləmirəm. Yəni Brawl Pass dışındakı o bir dənə Shelly kostümünü mən oynayacağım. Dostlar bu Allah adam uzaklaşmaya çalışsın, daha dibine gel. Aynen. Neyse. Hiç şey olmaz o zaman. Taramızı seçsək tamamdır. Dostlar bu arada diyelim bir de tek... Yok. Bu arada dostlar aslında şu tek taram da var. Tekno taram da var. Ben burada gördüm de ben şu tek taram yazdım. Tekno taramı da sevirəm ama şu tek taram bence çok daha qəşəng kostümdür. Ona göre onunla giyirəm. O zaman maçımıza baxaq da. Necə rəqiblərimiz gələcək. Yanımıza Nori geldi. Bu arada dostlar bu maçtan sonra təzədən Tara ilə davam edəcəm. Nori. Havası zamanın rəqibinə elə adam verir ki, dünyada prestijə kasmış adam verir. Yanıma da bu kimi verir. Qada. Ölmədiyinə şükür eləmək lazımdır. Dostlar inansız rastgele çift hesaplaşmaya girirəm. Ya adam deyir, ya AFK qalır, nə bilim, ya da bot kimi davranır. Ama bak, bunun həqiqət olma ihtimalı məncə yoxdur. Yəni, ola bilməz məncə. Çünki bu, baxın dostlar, rəqibin şeylərində, rəqib takımın nuriləri adamı mələdirlər adamı. Yəni, öz takımına gələndə hər zaman Supercell məncə o
savaş topunda hər zaman rəqibin Mortisi bizim Mortisdən yaxşı olur. O məsələ indi Nori'də yaşanır. Eynisi çift hesablaşmada Nori içində. Bakın olmaz lan kestir. Hayda. Neyse. Devam eləyəndə. O zaman dostlar bir sonraki maçımıza keçək. Dostlar yanımıza qaz gəldi və səsin rəqiblər də var. O zaman gedək də. Bax yenə. Həqiqətən bezmişəm ya. Vallahi Supercell'e bir şey demək lazımdır. Dostlar bir dənə əslində mən burada bir dənə video eləmişdim. Video dostlar öz-özünə silinib. YouTube mənim videomu silib. Belki de Supercell çalışanları orada böyle videomu bu arada paylaşmışam. Hadi diyebilirsiniz ki paylaşmamışam falan, paylaşmışam. Özleri sadece paylaşmışlar videomu. Deyəsən Supercell çalışanları videomu izleyin. Orada bazı Supercell çalışanlarını izledim ki mesela dostlar ama bu videoda da danışacağım. Yani belki bu videomu yine YouTube'dan silinəcək, amma yenə də mənlik deyil. Mən yenə də oyuncuların haqqını savunacağım. Dostlar, yəni bu çox qəribdir. Məsələn, indi Kenji'nin oğlu gəldi, mən oğlu gəldi. Bir iki ay sonra Wendy'yə gələcək. Baxın dostlar, sizə deyirəm, gələn ayda falan Wendy gələndə hamı çıldıracaq. Wendy dostlar mən Mus'ta oynamışam Wendy'ni. Biraz oynadım, bir baxdım da necə oynanmış falan. Dostlar amma Wendy elə güclüdür ki, bax məsələn maç girirəm. Wendy tez ultisini doldurur, gəl adamı öldürür. Danışmaqdan qas idi də qas. Qas idi yadımdan çıxdı. İndi o zaman bir sonraki maçımıza keçək. Dostlar yanımıza Bel geldi. Yumurta pem. Kaka yumurta pem ne alaka? Aha. Ya da onu yük çal. Ha. İşte. Gel. Ortada yük yoktu. O zaman buraya gidelim. Netice yük. Her daha maç yeni başlamadı. Dostlar daha maç yeni başladı. Yeni nətir. Ay Bel, hara getmisən? Qaqa bir mərmilik canın qaldı. İndi öldürə bilməyib bot kimi öləcək bana. Baxın bir. Evet. Bir yanıma gələn bot oyuncunun oynamağı. Baxın dostlar, məncə bunu çox adam yaşayır. Yaşayanlar nə olar? Yoruma yazsın da. Təsəlli eləyim məni. Həqiqətən nədən Bel gəlmişdi. Dostlar danışandan sonra karakterlər də yadımdan çıxır. Bəli. Bu arada dostlar arada hədiyyə də açsam. Hadi oyunda hədiyyə də girdi. Nəysə. O zaman dostlar bir sonraki maçımıza başlayırıq. Dostlar yanımıza Draco gəldi. O zaman maçımıza devam edeceğiz. Aha. Ember'dan Rico. Dostlar bu arada ben bugün garip bir şey yaşadım. Ben yan hesaplarından birinde oynuyordum. Dostlar hesapta bu arada dostlar hesapta mega kutu açtım. Mega kutu hakkını düğmesi var diye. Aktifleştirmiştim. Bastım mega kutunu açtım 20 yazdı. Dostlar elə yazan var. Baxın bir dənə mənə bu bir dənə qırmızı bir dənə Rico'nun kostümü var. Onu verir. Bir de hükümdar Rico'nu verdi. Bu hiper şarj kostümü var ya Rico'nun. Hükümdar Rico. Baxın dostlar onu verdi. Özdə biri var renk paketi. Mənim ana hesabımda renk paketidir ama onda həqiqətini verdi. Bu arada dostlar burada deyirəm yarımdan çık diye söyledim. Mesela bir bu hesapta var. Bakın dostlar 2 dakikalığına gösterim ben size. Bakın mesela burada renk seçeneğiydi. Supercell vermişti. Ultra kupa kutusu vermişti. Onun içinden bir sefer hükümdar Rico çıkmıştı.
O zaman dostlar ben Draco seçeyim. Draco hanı? Draco. Ha. My wrath. Deyirəm dostlar, bu da yaxşı yerə çıxmışdı. O zaman bir sonraki maçımıza başlayırıq. Dostlar, yanıma Kaze geldi. Təzdən Draco ilə devam edəcəm. Bakın nə ki? Gedib ölsən o sənin günahındır Kaze. Çalma vaxtı deyil. Bakır. Draco'nun yaxın mənzilindən bezmişəm. Ama mən indi buradan necə qurtulum? Həqiqətən dostlar, həqiqətən yorumlarda mənə təsəlli eləyin də. O zaman dostlar bir sonraki maça başlayırıq. Dostlar yanımıza Stanova geldi. I am the Spirit Crusher. O zaman gedək də. I am the Spirit Crusher. Var. Bir de multiye basmışıq. İndi yedik. Gel bırak. Fires of people devour your soul. Gelin bırak. Aksesuarım var benim. Gelin bırak. Soğuk bandıracağım. Gittin sen. Maç birinci qəşəng. Dostlar, o zaman Stanova'ya dönüşək. Stanova. Hə. O zaman dostlar Stanova ile maçımıza keçirik. Dostlar yanıma Edgar geldi. O zaman maçımıza başladı. O zaman ışınlandım. Bu arada dostlar bu Stanova'nın bu aksesuarını sevirəm. Ürək yaxşı. O zaman ortaya, ilk məncə ortaya gedək. Sonra şu Edgar vur aşağı. Qəşəng. Aha. Gebrat qəşəng. Ay da. Öləm. Sen bir gebrat. Sen gebrat. Qəşəng. Əla. Bu heç çantada kekrikdir. Ortaya gedirik. Haradadır bunlar? Hani bir yerde olmalı diye. Bir yere gitsenler. Orada olmasınlar. Bu kadar. Masum başında öldürdüğüm koltuk. O zaman dostlar Edgar raketi, ama pis bir haberim var ki Edgar 2000 kupadır. Yani 2000 kupada maç oynayacağıq. Ne kadar yaxşı adam gəlir yanıma bilmem, ama o zaman xeyirlisi getdik. Dostlar yanıma Frank geldi. Oba Shelly, Edgar ne bilmem. Evet, səfin rəqiblər var. O zaman gerek. Bu arada bence Frank yaxşı oynayan. Çünkü 2000 kupada da bot oynayan gelse tabii benim sözüm yoktu. Ne oldu? O telefon oynuyor. Neyse. Ayda Miko ne sevmemi. Aha qəşəng. Öz ultinin onun ultisini skalattım. Qəşəng. Ultini boşalttı. Bir takım gedib işinə. Bir saniyede gözü. Aha takım dostum geldi. Gel Frank gel. Qəşəng. Aksesuar bastı, tamam. Aha. Ayda. Ay
öldü mü? Ya yüklerim de gitti işine. Ha, neyse o kadar da önemli bir dert değil. Ne olacak ki tezden doğarım. Bence bu Fengmen'i idare edebilir bir saniyeliğine. O dostlar bazı maçlarda var. O şanssızlıktan diye bence. Bakın dostlar mesela bari bir sözüm dostlar böyle ilk saniyeden böyle mesela son bir saniye kalıyor takım dostunu öldürürler maç bitir. Hadi ya ben niye buraya geldim? Ha. O zaman dostlar Feng seçecek. Feng'im de Ahtapot Feng. Başka kostümümüz var. Ya kırmızı atıcı Feng var burada. O zaman gittik. Dostlar ayda yanıma Poco geldi. Gelebilecek en pis karakter geldi. Bilmem mi? Bilmem mi? Bilmem mi kaldı? Ben bilmem mi? Bilmem mi? Bakalım. Ama kendi ha. Bir daha ulti vurduğumuza best. You want a show? I'll give you one. Ayda. Poco gel bölme gel. Tek hesaplaşmada yaxşı başa düşürəm. Bəzən belə pis karakterlər gəlir də tek hesaplaşmada gedib Poco verməyə. Bax nə əlaqə. Nə əlaqə bax. Neyse dostlar eləyəcək bir şey yoxdur. Neyini yeter. Poco seçəcəyik. Poco da 7. seviyede ama neyse. O zaman maçımıza keçək. Dostlar yanıma Edgar geldi. Bir sonraki maç yine Edgar oynayacağım. İndi bir saat Edgar mənə söyür. İndi bir saat Edgar mənə söyür ki niye Poco alır. Ama öz istəyini alır. Neyse. Bu məsələlər yapmayacaq. Alan hesabı inanmır. Bir tane tutan bir şey özelliği var. Böyle mermini vurursa böyle ultimi alır. Gel buraya. Poco'yla ama hamıya qalıram. Yani bu Poco'yla çok qərib bir şey. Normalde Poco'yla hamı gizlənir eləyər ama Poco'yla falan yox. Aha bir kill. Let's get this party started. Yok bana ismerliği öldürer eminim. Hakikaten değilim Azami. Dislike hızlı. Gaga Edgar'da. Neyse. O zaman dostlar Edgar'a keçək də onda təzdən. Yenə təzdən Edgar'a keçirik. O zaman dostlar bir sonraki maçımıza keçək. Dostlar yanımıza Bo geldi. Maçımıza başladık. Orada Mekabo geldi. O zaman dostlar Edgar'ın da vurtları tutmalı olmuş. Bo vur. Bu oynanaydan oraya. Bo onsuz da öldürebilmeyəsən. Nəyə gedirsən? İlki vaxtda bu oyunun eşini öldürebilmirsən. Mr. P bak. Allah hakkı. Mas kimi sürdürür? Onda dostlarım tamamen buradan videonu nöqtələmək istəyirəm.
Sizləri çox sevirəm. Mənim kanalımda takibdə qalmağı unutmayın. Sağ olun.